İnşallah bundan da gözəl evlərə sahib olasınız. Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun sizlərə. Asfalt yolun tam kənarında, yola yaxın, çox gözəl, 4 sot torpaq sahəsində şəxsi yaşam məqsədi üçün inşa olunan Kupçalı 3 mərtəbəli çox gözəl bir həyət evimizi sizlərə təqdim edirəm. Gəlin sizlərə videonun əvvəlindən də baxın, tam ətraflı şəkildə küçə görünüşünü, eyni zamanda daxili görünüşünü təqdim edim. Diqqətlə baxın, çox gözəl evdir. Şəxsi yaşam məqsədi üçün yola yaxın yerdə ev axtaran alıcılar üçün mükəmməl bir təklifdir. Ünvan Masazır qəsəbəsi Araz marketin arxa hissəsində belə bir gözəl həyət yanı sahəsi var. Həyətinin sol hissəsində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı, belə bir besetkası və yaxud da ki, qaraj kimi də istifadə edə bilərsiniz. Həyətində manqalnisi, su bulağı və s. kimi bütün şəraitlər qurulub və keçək həyətində olan belə bir mətbəx hissəsinə. Bu həyəti üçün nəzərdə tutulmuş mətbəxidir. Kifayət qədər geniş bir mətbəxi var. Eyni zamanda mətbəxin baş hissəsində yerləşir. Əlavə avadanlığı yığmaq üçün belə bir sahəsi var. Hörmətli izləyicilərimiz, evimizin fasadı kabancıq daşlı, paket damlı, 2 mərtəbə pilos mansard tipli olan çox gözəl, nəhəng bir evdir. Çalışdığım qədər videonu qısa tutacağım ki, evimiz çox böyük bir evdir, nəhəng evdir. Baxın, evə daxil olduqda geniş dəhliz, istilik sistemi kombi vasitəsilədir. İlk öncə mən sizə evimizin təqdim edim mətbəxini. Baxın, mətbəxinin genişliyinə baxın. Mətbəx doğrudan da böyükdür, qonaq otağı içində olan bir mətbəx sahəsidir. Ev illərin evidir, evdə müəyyən vaxt ərzində yaşayış olub, hal-hazırda boş bir evdir, yaşayış yoxdur. Yəni ola bilər ki, təmirində bəzi qüsurlar nə ola bilər ki, spotların yarısı yanır, yarısı yanmır, başa düşmək olar bunları. Sənəd Kupçadır. Bu evimizin qonaq otağıdır. Qonaq otağı da çox geniş, çox əladır. Bir daha da qeyd edim, Masazır qəsəbəsində Araz marketin arxasında yolu asfalt olan Kupçalı, geniş, mükəmməl bir həyət evdir. Və bu hissədə yerləşir evimizin birinci sanitar qovşağı, tam təchizatdır. Evdə istifadə olunan bütün təmirə aid materiallar və tikilişə aid materiallar ən yaxşısından və ən keyfiyyətlisindən istifadə olunub. Bu hissədə yerləşir evimizin belə bir hamam otağı, əla, həqiqətən çox əla bir evdir. Qiymət 180 min manat nəzərdə tutulub. Yəqin ki, qiymətdə, yəni gəlib baxsaz, bəyənsəz, ev sahibi ilə danışmaq olacaq. Pləkanın alt hissəsində şkaf yığılıb, gözəl pləkanları var. Məhəmməd böyümədi də. Deməli, burada ikinci mərtəbədə yerləşir bizdə yataq otaqları. Baxın, belə bir gözəl, həqiqətən də çox gözəl evdir. Kim alsa Allah xeyrini versin. Yəni, yaxşı evə sahib olacaq. Bura mansarda qalxan pləkanlardır. Baxsaz, ətraflı şəkildə göstərəcəm. Bura evimizin ikinci mərtəbədə olan sanuzeli. Burada yerləşir birinci yataq otağı. Və bunu da qeyd edim ki, evdə çöl divarlarından başqa daxili divarlar da, pirqarotkalar da qoşadaşdır. Digər yataq otağı. Geniş ailələr üçün çox mükəmməl təklifdir. Yataq otağı maşallah olsun boldur. İkinci mərtəbədə yerləşir. Deməli, bizdə 2-4 yataq otağı. Birinci mərtəbədə zal, mətbəx, yataq otağı və əlavə olaraq da mansar hissəsi var. Eyvana çıxış. Otaqların da hamısı böyükdür, maşallah olsun, çox yaxşı evdir. Və qalxaq mansar hissəsinə. Və mansar hissəsi də gördüyünüz kimi ümumilikdə taxta püşkə ilə yığılıb və mansarın baxın yığılan hissələrində də şkaf, aşağı hissələrində də şkaf yerləri qoyulub. Bu qədər dəyərli izləyicilərimiz, zəng edib maraqlana bilərsiniz.